Salam, hər vaxtınız xeyir. Bu günləri sizinlə demək tektonik Azərbaycan Respublikasının tektonik zonalarına düşən ən iri relyef vahidləri barədə danışacağam. Ən əvvəl gəlir Ön Qafqaz tektonik əyilmə zonası. Bu bir yazılan yer. Bura daxildir Qusar Maali Üzənliyi, Samur Dəvəçi Ovalığı və Şollar düzü. Sonra var Böyük Qafqaz tektonik qalxması. Ora daxildir Baş Qafqaz Suaylı silsiləsi, Yan silsilə, Qovdağ, Niyaldağ, Ləngəbi silsiləsi, Ələt dirəsi, Qobustan alçaq dağlığı, Abşeron təpəli tirəli düzənliyi, bir də Sudur silsiləsi. Kiçik Qafqaz tektonik zonası 3 ərazinə aid edir. Buranı, bir də bura. Ora daxil olan relyef formaları Murğuz silsiləsi, Şahdağ silsiləsi, Şərqi Göyçə silsiləsi, Qarabağ vulkanik yayılası, Murovdağ silsiləsi, Qarabağ silsiləsi, Zəngəzur silsiləsi, Naxçıvanda bir də Dərələyə silsiləsi. Talış dağlarında isə Brovar silsiləsi, Peştəsər silsiləsi, bir də Talış silsiləsi. Bunlar da Kiçik Qafqaz tektonik qalxma zonasına daxil edir. Bir də əlavə olaraq o zonaya Ordubad yaysı düzləri də daxil edir. Sonra gəlirik Araz Zavan platforması Naxçıvanda yerləşir. Kiçik bir ərazini əhatə edir prinsipcə. Bura daxildir. Demək, Sədərək düzü, Şərur düzü, demək, Naxçıvan düzü, Böyükdüz düzü, Gülüstan düzü. Sonra gəldik Kür çökəyi. Kür çökəyi barədə onu deyim ki, bunu saymadan da çox rahat demək olar. Deyirsiniz ki, Böyük Qafqazı çıxsaq o tərəfə, Kiçik Qafqazda bəriz tərəfə ayırsaq həm də Talışı, bu hər üç dağın arasında yerləşən adında düzənlik olan hər yer Kür çökəyi sayılır. Amma biraz dəqiqliyin, xırdalığın, həm də relyefin yerini öyrənmə baxımından davam etsək, onda deyə bilərik Gən, İncə, Hərəmi düzləri, Kür Araz çaylarının arasında burada Mil düzü, bu hissə Muğan düzü, Cənub-Şərqi Şirvan düzü, Salyan düzü, Lənkəran ovalığı, Kür çayının şimal hissəsində demək bu hissədə yerləşir Şirvan düzü, sonra Qanıq Əyriçay çökəyi çox önəmlidir, hərdən o səhv salırlar. Ceyrançıl Azunohur, sonra Gəncə Qazax düzü, bir də Qarabağ düzü. Düşünürəm ki, hamısını demək olar ki, dedim. Diqqətinizə görə təşəkkür edirəm. Kanala abunə olun, videonu bəyənin.